artıq dərsə iştirak edən qonaqlarımızı, çox hörmətli Teymur müəllim, Sevda müəllimə və kollektiv müəllimlərimiz xoş gəlmişsin deyək və onlara dəyərli vaxtlarınızı sərf etdiyi üçün onlara təşəkkür edirəm. Gəlin bugünkü mövzumuzu nədən bəhs etdiyi haqda və o təsəvvürü yaratmaq üçün görüntülü motivasiyamıza diqqət ayırın. Yaxşı 2 dəqiqədə mahnımız məhdud idi, ona görə 2 dəqiqədə əlavə edirik. 7 dəqiqə bir təqdimatımızın aparılmasına müddət qalır. Buyurun. Buyurun, kim başlayır? Birinci hansı qrupun lideri başlayır? Buyurun, eşidirik. Uşaqlar, hamınız birdən gəlməlisiniz. Onlar dedikcə, yerdə qalan liderlər başlayacaq, onları dediklər. Nicat, buyurun. Nicat. Buyurun. Sonra? Gəlin. Buyurun. Buyurun, eşidirik. Nuray. Gəl, ev yolunun fikrini də deyək. Buyurun. Kimdən başlayırıq? Birinci gəlmişdi, Elcan. Ucadan danış oğlum, fikrini. Hər ikisi musiqi əsəridir. Oxşar cəhətlərini qeyd edirsən. Buyurun. Hər iki musiqi əsəri dəniz obrazına həsr olunur. Hər iki musiqini klassik bəstəkarlar bəstələyir. Bu sənin düşüncəndir ki, bunlarda oxşarlıq cəhətlər bunlardır. Bəs fərqli cəhət? Qara musiqi əsəri sakit dəniz adlanır. Musiqi əsəri isə fırtınalı dəniz adlanır. Fırtınalı dənizə həsr olmuş və bu qədər sənin fərqliliklərini sonra Cavidan buyur dinləyirik. Hər ikisi dəniz obrazına həsr olunmuşdur. Hər iki musiqi əsəri klassik bəstəkarlar bəstələyir. Oxşar cəhətləri, fərqli cəhətləri, nə düşünürsən, nə fərqlilik hiss etdin? Melodiyanı eşidəndə sən o fərqli cəhətlərdən nəyi hiss etdin? O melodiya 2 dəfə səsləndirdi. O melodiyanın səslənməsində hansı fərqli cəhəti hiss etdirsən? Yazmaçını dəniz. Biri sakit dəniz, bu kimin hansı bəstəkarın musiqisində sakit dəniz obrazı eşitdir. Digərində isə Korsakov yaradıcılığında isə fırtınalı dəniz musiqisinin melodiyası hiss oldu. Sonra, bəs hansı ifadə vasitələrindən, məsələn, hər ikini deyil, hansı musiqi ifadə vasitələrində o obrazı bəstəkar verə bilmişdir? Bəstəkarlar o ifadə vasitələrini uydurdu Nuray. Yaxşı, oxşarı deyilsə, bəs mən sizə dedim, axı, o ifadə vasitələri deyil. Melodiyaları yaratmaq üçün ifadə vasitələri var, musiqi ifadə vasitələri. Buyur, Edson, eşidirəm. Melodiyanın intonasiyası, sonra intervallar, sonra dinamik işarələr. Bilirsiniz ki, dinamik işarələr budur ki, səsin ucaldılması, səsin piyanoya zəiflənməsi, sonra polifoniya. Yəni, orada polifoniya nə deməkdir? Çox səssizlik, orada bir alətin altı səsini eşitmirik. Biz orada çox səssizlik eşitirik. Uşaqlar, yoldaşlarımızdan daha qrupun
liderlərinə kömək etmək istəyən əlavələri olan varsa, yoldaşlarınıza kömək edirlər. Hansı qrupda? Buyur Ayşe. Hər iki dinamiyi intervallardan Yəni ifadə vasitələri kimi hər iki musiqidə intervallardan, ritmlərdən bilirsiniz ki, musiqilər mütləq ritim üstündə qurulmalıdır. Sonra polifoniyalardan və intervallardan işlənir. İntervallardan istifadə olunmuşdur. Sonra necə sən təqdimatında deyil görək, nələri əlavə etmişsən burada? Qara insanlaşma sahiblərindən sakit dənizdir. Bu təsəvvür yaratdı səndə ki, orada sakit dənizdir. Sonra Korsalıqdan fırtınalı dənizdir. fırtınalı dəniz təsəvvürü yaratdı. Sonra Orta dənizlər iki tane musiqi əsərdir. Dəniz obrazına həsr olunur. bəli. Yəni belə sən hər iki görüntüdən təsvir yaratdı, səndə təsəvvür yaratdı ki, hər iki musiqi əsəri nəyə həsr olunur? Dəniz obrazına həsr olunur. Sonra buyurun. Hər ikisi musiqi əsəridir. Hər iki musiqinin klassik bəstəkarlar bəstələyir. Hər iki musiqi dəniz obrazına həsr olunur. Qara Qarayev Azərbaycan klassik bəstəkarıdır. Qara Qarayevi yazdığı musiqi sakit dəniz adlanır. Rimsky-Korsakov rus klassik bəstəkarıdır. Onun musiqisi fırtınalı dəniz adlanır. Təqdimatlarınız bu qədər. Hərəniz öz təqdimatınız. Yaxşı, uşaqlar, əlavə sual olaraq sizə vermək verir. Bu, deməli, biz görüntülərdən gördük ki, bəstəkarlarımız hansı obraza müraciət edir? Dəniz obrazı. İndi siz mənə deyin görür. Ümumiyyətlə, biz hansı dəniz sahilində yerləşirik? Xəzər dənizi sahili. Başqa dünyada hansı dənizləri tanıyırıq? Buyurun. Qırmızı dəniz, Aralıq dənizi, Bilmirsənsə, qeyri bir dəniz. Sonra Qara dəniz, Qara dəniz. Sonra buyurun. Ağ dəniz. Sonra Xəzər dənizi. Xəzər dənizi. Ümumiyyətlə siz mənə deyə bilərsiniz, Xəzər dənizi dünyada necə bir dəniz kimi tanıyır? Böyük dəniz. Göl kimi tanıyır. Başqa nə ilə o dünyada şan şöhrət qazanır? Nefti ilə. Nefti ilə. Yaxşı, kim mənə deyər, Ulu öndərimiz Heydər Əliyev neft haqqında hansı fikri söylüyor? O nə demişdir? Azərbaycanımızın neft kapitalını, nə kapitalını çevirsək yaxşı? Buyurdan kapitalını, çox düzgün bir şey. Yaxşı, siz mənə deyə bilərsiniz, bəstəkarlardan daha kimləri qeyd edə bilərik ki, dəniz Azərbaycan Xəzərini, Xəzərin sahilində yaşadığımız üçün bəstəkarlarımız çox güman ki, öz əsərlərində bu obrazı çox tez-tez müraciət edirlər. Hansı mahnıları misal göstərə bilərik ki, o mahnılar həmin Xəzər dənizimizi özündə əks etdirir və onlardan bir parça da olsa o ifaları göstərir. Kim göstərmək ki? Mahnını kim göstərir? Sizin qrup şəklini. Buyurun, eşidin. Buyurun. 1, 2, 3. Çox sağ olun uşaqlar. Başqa hansı mahnını misal göstərə bilərik? Nuray, buyur. Xəzər özündə rəsm edən mahnı. Hansı mahnı? Şərsən Xəzər. Sən hansı mahnını vermişsin? O sən bizim başqa bir yəqin ki mahnı olacaq. Hansı mahnıdır? Xəzərə aid. Dostluq mahnısı. Kimin əsəridir? Kim bəstələyib bu əsəri? Tofiq Quliyev. Kimin sözlərinə yazılmış əsəri? Kimin sözlərinə Tofiq Quliyev.
Tofiq Quliyev söz yazmır. Tofiq Quliyev bəstəkardır. Bəs o sözləri yazan şair olur axı. Zeynal Azərbaycanda sözlərinə yazılmış bir mahnıdır. Buyur, eşidirik. Dört dost, dört ürək, dörd yoldaşıq birdir arzumuz, istəklərimiz. Hər gün suları tən yara, bircə gedirik biz qruplara. Ayrılmaz dostları bir, tükənməzdir qüvvəmiz. Qarşımızda baş əyir, mavi dalğalı dəniz. Qarşımızda baş əyir, mavi dalğalı dəniz. Çox sağ olun. Başqa kim? Başqa buyur. O bizim xorla icra edəcəyimiz dialoğumuzu tətbiq etməyə mahnımızdır. Bəli. Yaxşı, kim mənə Qara Qarayev haqqında, klassik bəstəkarımız olan Qara Qarayev haqqında əlavə məlumat verər, onun əsərlərindən nə isə artıq bir fikirlər bizə söyləyə bilərlər. Necə, buyur. Qara Qarayev haqqında. Azərbaycan klassik Məsələn, o bəstəkar kimi, Azərbaycan klassik bəstəkarı kimi Azərbaycanımızın mədəniyyətində hansı töhfələri vermişdir? Azərbaycan mədəniyyətimizdə hansı mükəmməl bir əsərlər var ki, onlar dünyada da tanınır? Bunun 7 köklər, Qırmızı Yollarla baleti, Leyla da Məcnun poeması, Sonra Don Quixote, simfonik qravürü çox düzgün eşitmişsən ki, belə bir əsərləri var. Daha sonra kim Qara Qarayev haqqında hansı məlumat verər bizə? Buyurun. müxtəlif kinofilmlərə musiqilər yazılır. Məsələn, hansı ki, bugün biz birini bildik ki, insan məskəl salmışdır. Uzaq sahillərdə bir məhəlləli iki oğlan, qəzəl yetkiləri haqqında dostlar və təsviri tarixin dərsi. Tarixin dərsi kimi kinofilmləri bilirik ki, onun musiqilərini Qara Qarayev yazmışdır. Bəs Rus bəstəkarları, ümumiyyətlə Azərbaycan bəstəkarlıq məktəbinin klassik bəstəkarlarına daha hansıları qeyd edə bilərsiniz ki, onlar Azərbaycan mədəniyyəti üçün çox böyük işlər görür və onlar vətənimizin qeyri-dövlətlərdə o əsərlərlə tanınmasında böyük əməyi olan bir bəstəkarlardır. Kimləri qeyd edə bilərik Qara Qarayevdən başqa? Hansı bəstəkarlarımız? Klassik bəstəkarlarımız. Biz Azərbaycan, buyurun. Rus bəstəkarı. Mən dedim axı Azərbaycan bəstəkarlarımızdan. Klassik Azərbaycan. Demək olar, sonra professional operamızın bir dövlətini kim qoyur Azərbaycanda? Azərbaycanımızın dövlət filmini kim bəstədir? Üzeyir Hacı. O bizim Azərbaycanımızın, nəinki Azərbaycan, ümumiyyətlə şərq dünyamızın ilk opera bəstəkarı kimi tarixə düşən şəxsiyyət olmuşdur. Daha kimləri qeyd edə bilərik? Klassik bəstəkarlarda. Buyurun. Demək olar. Sonra bu daha çox uşaqlar üçün mahnılar bəstələyən bəstəkar olur. Düzdür, orada o cərgələrdə gedən bir bəstəkar. Buyur bakalım. Qara Qarayevdən başqa fikirə təmir onu eşitmişik. Bəli. Sonra Sultan Hacıbəyov eşitmişik. Nəyə yadınızda çıxarır? Demək olar. O sizin daha çox proqramınızda belə deyil, bəstəkar kimi əsərlər yazanların müəllifləridir. Daha çox bunları qeyd edilir. Bizim yaşımızla əlaqəlidir fikirlərimiz. Yaxşı, Rus klassik bəstəkarlarından olan dedik, Rimski-Korsakov yaradıcılığına müraciət edir. O bəstəkar haqqında ümumiyyətlə başqa əsərlərindən məlumatlıdır. O bəstəkar haqqında, Elcan, sən bilirsən, buyur görün. 15 operası, 3 simfoniyası. 15 operası. Operalardan hansılar qeyd edə bilərsən? Bu, dünya səviyyəsində bir operalardır. Hansı operaların adıdır? Birisindən 15 opera. Hansı operalar? Kim deyər? Rimski-Korsakov hansı operalar var? Bir misal çəkim, yadınıza bəşəşir. Qarqız, sonra Çar gəlini, sonra Suzul Xoru, sonra May gecəsi. Bəs nə qədər simfoniya yazır? O simfonik musiqi bəstəkarı yaradıcılığında da böyük əməyi olan bir sənətkardır. Buyur, 11 simfoniya yazır. Yaxşı, gəlin görək Qara Qarayev yaradıcılığından əlavə bizim musiqi tariximizdə ümumiyyətlə dəniz obrazı da öz qələmini sınayan daha hansı bəstəkarların adını qeyd edə bilərik ki, bu obrazlardan yaratmışlar əsərlər, belə deyək, bizim qəlbimizi oxşayan mahnılar yazmışlar. Hansı bəstəkarların adını qeyd edə bilərik? Bayaq da uşaqlarınız oxudu, yoldaşlarınız bilir ki, mahnılardan buyurun. Səid Rüstəmov, sonra
Qəmbər Hüseyni. Sonra Fikrət Əmirov. Sonra Tofiq Quliyev. Çox gözəl. Ümumiyyətlə, Tofiq Quliyev yaradıcılığına münasibət göstərir uşaqlar. Tofiq Quliyev demək olar ki, Azərbaycanımızda qəlb oxşayan mahnılar bəstəkarı kimi tarixə iz qalmış bir bəstəkardır. Siz rəsm çəkər, o rəsmləri çəkə bilirsiniz. Dəniz obrazı ilə əlaqədir. Sonra biz bayaq sizə dedik ki, bizim deməli musiqi ifadə vasitəsi kimi musiqilərdən hansı musiqi ifadə vasitələrindən dedik, bu melodiyada biz eşitdik, Cavidan, hansı musiqi melodiyalarından eşitdik? O ifadə vasitələri kimi bu melodiyaların yaradılmasında biz hansı musiqilərdən, musiqi ifadə vasitələrindən dedik? Bayaq qeyd etdiniz. Dinamik işarələr, akordlar, intervallar. Yaxşı, dinamik işarə dedikdə, dinamik işarə musiqi əsərində hansı işarələrə deyil? Dinamik işarə deyil. Bemol, Bekar. Yəni bunlar səslərin dəyişməsində demək olar ki, əsas dəyişən vasitə ifadə vasitəsi kimi istifadə olunan bir işarələrdir. Daha nələr var? Biz orkestr vasitəsilə eşitdik ki, orada bir alətin çıxışını biz eşidirdik, yoxsa toplum aləti? O cür alətlər birliyinə, yəni kollektivə, simfoni və orkestr qrupu deyilir. Onlar çalarkən hansı musiqi ifadə vasitəsindən istifadə edirlər? Çox səslilik nə adlanır? Çox səslilik. Forti güclü səsdir. Çox səslilik nə adlanır? Polifoniya. Polifoniya musiqidə çox səslilik deməkdir. Polifoniya musiqi əsəri kimi çox səslilik adlanır. Yaxşı, nəticə etibarilə bu günləri deməli biz musiqi kimi hansı musiqini dinlədik deyək? Hansı musiqiləri dinlədik? Kimi musiqiləri dinlədik? Bir motivasiyamızda nə olmuşdu? Buyurun. Qara Qarayev və bir protokol əsərləri arasında oxşar və fərqli cəhəti və orada ifadə olunan ifadə vasitələri. Mən ümumiyyətlə təqdimatlara görə qruplara qiymət yazacağım. Birinci qrup hansı qrup idi? Birinci qrup. Rondo qrupu. Rondo qrupun təqdimatını kim etdi? Nuray. Nuray sizi 4 ilə qiymətləndirirəm. Təqdimata görə sizə tədqiqatın daha doğrusu aparılması 4 və təqdimata görə 5 verirəm. Sonra ikinci qrupumuz hansı qrup oldu? Elzangilin qrupu. Elzangil'ə Elmar üzr istəyirəm. Elmar 5 ilə qiymətləndirirəm. Sonra üçüncü qrupumuz Muğam qrupu. Muğam qrupunda Tural. Sizi 4 ilə qiymətləndirirəm. Sonra Vətən qrupu. Əməkdaşlıqda mən diqqət etdim ki, uşaqlar, kollektiv şəkildə əməkdaşlıqda yeganə bu qrupda mən bir-birinə münasibətini istəyirdim. Ona görə qiymətləndirmədə, münasibətdə bir Elzangilin qrupuna əməkdaşlıqda 5 yazıram, siz hansı qrup olsunuz? 4-cü qrup. Bir də Rondo qrupuna 5 qiymət verirəm. Əməkdaşlığa görə. Sonra əlavələr, uşaqlar, əlavələrə görə müəyyən qrup şəklində oxuyan uşaqlarımız. Sizlərə Vətən qrupu. Sonra fərdi, yəni kollektivinə bir müsbət bal gətirən qızımız oldu Nurayımız. Nurayımız oldu birinci qrup. Sonra daha hansı qiymətləri verək biz, daha az, Qara Qarayev və Rimski-Korsakov haqqında əlavə məlumatlar verdiklərinə görə Elcan verdi, Elmar verdi və bu qruplar, yenə də deyiləm, 4-cü qrup yenə əlavəmizin üstünə gəlir. Sonra
günləri yaradıcı təqdim etmə bir mahnımız olacaq. Bayaq uşaqlar o mahnıların adını tez-tez səs salırdılar. Ona görə mən o mahnını sizə sayayım, onun adını eşitmişdiniz. Sadəcə olaraq tez-tez o mahnının adını Xəzər mahnısı, yaradıcı tətbiq etmə ilə əlaqədar uşaqlarımızın kollektiv şəkildə bu mahnının oxumasında öz bacarıqlarını göstərmələrini, ifalarını təşkil edir. Mahnı. Olur bir. Buyur. Yəni biz qalxmayaraq oxuyuruq mahnını, çünki səs-küy olmamaq üçün. Buyurun. Aybəniz Haşimovanın repertuarlarında son dövrdə ən sevimli bir mahnıdır. Bu mahnı Sən Xəzər mahnısıdır. Yəni illər keçməyinə baxmayaraq yeni bəstəkarlar, yeni o Xəzərdə günlərdə mahnılar. Buyurun. kollektiv şəkildə, qrup şəklində deyil, kollektiv şəkildə eyni qiymət verəcəyik. Müəllimlər, buyurun, siz öz qiymətinizi verin ki, biz orada uşaqların qiymətinin üstünə əlavə edək. Bu kollektiv olacaq, yəni qrup olmayacaq. Yeganə bir qiyməti bütün kollektivimizin, yəni qruplarımıza həmin qiyməti görüşdürəcək. Nailə müəllimə ilə birinci sizə verək, musiqi müəlliməsi kimi hər halda o qiyməti siz. Çox xoşum gəldi uşaqların oxumaqlarından. Yəni bu son ifadə görə qiymət. Son bəli, kollektivin ifa tərzi, hər şey çox xoşum gəldi. Yəni biz neçə qiymətləndirəcəyik? Teymur müəllim, siz öz qiymətinizi bu qrupun xor kollektiv şəkildə oxumalı deyil ki, yəni ortaq bir məxrəcə gəlir, o qiymətini verək. Valla mən belə deyim ki, mən həmişə deyirəm ki, mənim musiqi sınıfım olub. Uşaqlığın, cavanlıca musiqiyə mən meyilli adam olmuşam. Və o siz desəniz, sən mahnısı uşaqlar, heç də yeni mahnı deyir, müəllimimiz deyir, yeni mahnı deyir, o bizim
Hətta mənim uşaqlıq dövrüm, orta məktəb dövründə işləyim mahnılarda isə yaş uşaqlıq vaxt belə bir vaxtınız gedir. Belə bu uşaqlardan təşkil olmuş qruplar oldu. Çox gözəl ifa edir. O vaxtın olan mahnılar. Yəni şaşaq qrupalikdə olacaq həmin fəaliyyətlər çox önə mahnılar. Yoxsa ki, bizə tərəfdən məni o belə də bizim hamımızı, uşaqlıq gəldiklərimizə qarşı çox xoşum gəldi. Oradan çox xoşum gəldi və uşaqlar bu son oxuduğum təbii yüksək qiymətli. Ən yüksək qiymətlərsə biz onu şagirdlərə Buyurun, siz də fikrinizi bildirin. Əladır, çox gözəldir. Siz uşaqların rəsmlərini təqdim edərsəniz, sonunda Daha gözəl olar. Uşaqları kim bildirirsə, bilmirsə fərq etmir. Bildirməmişsinizsə, yetərinizə yəni o qədər bizim müddətimiz olur. Yəni o təsviri yaratmışsınızsa buyurun, göstərin. Gətirin biz o təsvirin yaratıcılığına 1-5 ballı o fərdi yanaşmaya görə yəqin ki gələcək. Hər bir dəfə o balları sizə gəlir. Gətirin görək uşaqlar. Müəllimlərimizin sizin yaratıcılığına görə hər bir qrupa 5 bal əlavə edirəm. Sonra buyurun siz qruplarınızın altına o təsvirlərinizi qoyun. Daha hansı qrup? Deməli, marş qrupu işlədi. Sonra rondo qrupu işlədi. Buyur oğlum. Buyur. Sonra daha sonra biz o iki qrupumuz işləməyik. Nə bacarmışsınız, nə işləmişsiniz buyurun, biz baxacağıq. Gətir baba, gətir. O iki grup gətirmədi. Zaten bu Muğan qrupu. Yetəridir, kifayətdir, gətir bala. Gətir. Sonra Nicat. Yoktur. Yaxşı, indi gəlin biz ümumilikdə qiymət verək uşaqların işinə. Rondo qrupunun işi necə təsir bağışlayır uşaqlar sizə? Qışqırmayın, əlinizlə göstərsəz kifayətdir. Yəni 4 qiymət. Deməli 4 qiymətləndirdiyi rondo qrupunun işi. Sonra necə? Necə təsvir yaratmışsınız? Orada fırtınalı dəniz obrazını vermək istəmişsiniz. Kim işləyib o əsəri? Buyur, Arafət, de görüm o nə dənizi, necə fırtınalı sakit dənizi təsvir etmək istəmişsiniz? Fırtınalı dənizi, yəni o fırtınanın alışında olan bir gəmini təsvir etmək istəmişlər. Bu oldu qəmi qiyməti, yəni əla. Bu oldu marş qrupuna. Marş qrupu neçənci qrupusunuz siz orada? Sonra vətən qrupuna neçənci? Belə deyək də, o işləyən qrup öz-özünə qiymət verir. Nə təsvir etməkdənsən? Öz fikrini görür. Fırtınalı dənizdə sən də o təsviri yaratmaq istəyirsən.
təsvirində nədir sən? Qayıqları düzünə sonra kimin təsviri var? Gözümüzü oxşaya bilmək deyə. O nədir bayraq orada? Obyektiv yanaşırıq. Yaş uşaqlar, yaradıcılıq bu baxımından, belə deyək, hər yaradıcılığımız oldu. Musiqi dərsində daha çox yaradıcılıq baxımından uşaqlar özünü göstərir. İndi bugün biz xahiş etmişik bizim sinifimizdə musiqi aləmi ilə belə deyək, tanış olan bir sinif yoldaşımız Abbasov Cavidanla. O bizə bir parça da olsa xahiş edəcək ki, bizim Azərbaycanın milli musiqisindən ifa etdi. Buyurun. Deməli, Rad, Şur, Seygah, Çahargah, Humayun, Bayatı Şiraz və Şüşlər və bu uşaqlar yadınızda saxlayın. Bu muğamların hər biri özündə müəyyən bir xarakteri, müəyyən bir hissləri aşlayan muğamlardır. Və gəlin yenə də Cavidanımıza təşəkkür edək bu bacarığına görə. O musiqi duyumu ölməyən insanlardan olsun. Bəzən insanlar musiqi deyilər nədir? Ruhun qidası. O musiqini sevməyən insanın demək olar ki, ruhu da yoxdur. Ona görə də çalışaq həmişə musiqimizi, ritmimizi, o özəlliyimizi qoruyaq özümüzdə ki, həmişə musiqi deyimli, musiqi sözlü bir
xalq kimi həmişə özümüzü göstərə bilərik. Sağ olun, çox sağ olun. Ona görə deməli, Cavidanın komandasına fərdi yaradıcılığına görə qrupuna bir əlavə hal gətirir və o da çox güman ki, 5 qiymətli olacaq. Bu qədər. Şəncə qrupsuz qızım, siz Qarabağ qrupu. Evə tapşırıb uşaqlar sizə. Evə tapşırıb olacaq. Qara Qarayev yaradıcılığından olan baletlər haqqında təqdimat hazırlayırsınız. Qara Qarayev yaradıcılığından təqdimat hazırlayırsınız. Nə haqqında? Onun baletləri haqqında. İndi isə biz gəlin görək, bu qiymətlərimizə görə hansı qrupumuz daha çox qiymət toplayır və o qiymətin cəmi nə qədər edir? Bizim uşaqların hansı komandası liderlərin lideri olur? Deməli, siz qeyd edirsiniz orada uşaqlar. Deməli, birinci qrup kimdir, birinci qrup? Qeyd edin orada cəhli. 28. Bir bərabər, dörd bərabər. 28. 15. Marş grubu 15. Marş 15. 15. Marş grubu 15. Üçüncü grup. Beden grubu. Muğam grubu 17. En çok öğretmenler 30. Dördüncü grup. Beden grubu. Beşinci grup. Qarabağ bülbülləri. Qarabağ bülbülləri 25. Deməli, bunların içində ən çox qrupumuzda bal toplayan, gəlin onları alqışlayaq. Bizim dərsimiz bu qədər. Əyliyinlə, düzlüyünlə çox xahiş edik. Yəqin ki, ilk dəfə açıq dərs edirəm. Ona nəzərəndə müəyyən bir Teymurları bir şeyler söyleseniz, o çatmayan qüsurlarımızı gələcək dərslərdə yəqin ki, nəzər alıb verməyiklər. Telefon vaxtında heç vaxt musiqi dərsi oturmuşum. Heç əcza çıxarmışam, qismət olmayan musiqi dərsi oturmuşam. Çox hoşuma gəldi. İlk dəfədə mən məzuniyyət, uşaqların hər birində çox sağ ol deyirəm. Dərsi çox hoşumuza gəldi, buna görə çox sağ ol deyirəm, minnətlərimizi bilirik. Və çalış ki, bütün dərslərdə, həmcə, nəinki açıq dərslərdə, bütün musiqi dərsi belə canlı keçsin, belə əməkdaşlıqla keçsin, belə maraqlı keçsin, bunu arzulayırıq sizə. Bizim bir söhbətimiz olacaq, o ayrıda bir söhbət, inşallah yanıq söhbət edəlim. Çox sağ olun. Buyurun, çox sağ olun, sizə də təşəkkür edirik.